biz təhlillər aparmışıq. Şəhərin rəqəmsal əkizi var, sizin də məlumatınız var və rəqəmsal əkizdə biz təhlillər apardıq. Eyni zamanda metronun da data komandası var və metroda da böyük bir data yığılır və şəhərdə olan sərnişin axınını biz tamamilə anlayışımız var, anlayırıq hara axınlar gedir. Sərnişinlər hansı xəttdən hara keçid edirlər, hansı məqsədlərlə səfərlər edirlər. O haqda ümumi olaraq əlbəttə ki, bizdə anlayış var. Mən nümunə verim, bundan qabaq həmkarım Vüsal müəllim də dedi. Məsələn, biz bilirik ki, 20 yanvardan daxil olub Koroğlu metro stansiyasında çıxmaq istəyən sərnişinlər var. Biz bu səbəbdən də 20 yanvar metro stansiyasından birbaşa Koroğlu metro stansiyasına ekspres qoyduq ki, həmən sərnişinlər metronun xidmətindən istifadə etməyə ehtiyacları qalmasın. Ondan sonra daxil olsunlar. Digər bir məsələ Elmlər Akademiyası ilə bağlı. Biz bilirik ki, Elmlər Akademiyasından böyük bir axın olacaq, sayıları da bilirik. Böyük bir axın olacaq. Burada tələbələr də var, vətəndaşlarımız da var və axınlara görərək məsələn anlayırıq ki, böyük bir axın metroya daxil olaraq metronun Gənclik stansiyasında çıxır. Ona görə də yenə də ekspres marşrutu biz qoyduq ki, birbaşa Elmlər Akademiyasından Gənclik metro stansiyasına kimi sərnişinlər hərəkət edə bilsinlər. Burada məqsəd nədən ibarətdir? Məqsəd ondan ibarətdir ki, əgər Elmlər Akademiyasında vətəndaş metroya daxil olacaqdırsa, Gənclik metro stansiyasında çıxacaqdır. Daha sonra növbəti bir nəqliyyat növü ilə, deyək ki, avtobusla və yaxud da ki, ümumiyyətlə piyada yaxında yaşayırsa, evinə gedəcəkdirsə, burada bunun üçün bu həmən vətəndaşın bir şey dəyişməsin.